Salam, hər vaxtınız xeyir olsun. Demək, dağın işlənmə məqamlarına baxacağıq. Baxırıq, birinci bağlayıcı kimi. Bağlayıcı kimi olduqda sadalanır və iştirak bağlayıcısı kimi çıxış edir. Məsələn, qızlar da, oğlanlar da məsələn bu işdən razı idi. Gördünüz, dadə bağlayıcı kimi olduqda sadalanma olur orada və dadan sonra virgül qoyulur. Axırıncı istisna olmaqla. Ədad kimi. Ədad kimi biz bunu iki cür düşünə bilərik. Birincisi qüvvətlendirici ədaddır. Qüvvətlendirici ədad olduqda, məsələn, gəlirəm də, görürsünüz, burada yalnız qüvvətləndirmə funksiyası yerinə yetirir. Digərində isə əmr ədatı funksiyasıdır. Əmr ədatı olduqda əmr şəklindən sonra gəlir normalda. Məsələn, gəl də, get də, bu formada. Yerlik hal şəkilçisi kimi, yerlik hal şəkilçisi kimi qrammatik şəkilçi olur. Məsələn, evdə, küçədə, rayonda və s. Bir də zərf düzəldən şəkilçi kimi çıxış edə bilər cümlədə. Bu zaman leksik şəkilçi olur. Leksik olur bu şəkilçi. Demək, ildə, ayda, gündə və s. formada istifadə edə bilərik.